Astara rayonu Qamışovka kənd sakini İmaməli Əsədullayev deyir ki, 2024-cü ilin martından Astara rayon məşğulluq mərkəzində qeydiyyatdadır. İşsiz olduğunu deyən vətəndaş əlavə edir ki, ötən müddət ərzində ona iş tapmaqla bağlı hər hansı köməkliyi göstərilməyib. Dövlət Məşğulluq Agentliyindən isə əlavə olundu ki, vətəndaş müraciət edir və istədiyi vakansiya üzrə hələ ki iş müraciət təqdirdə ona xəbər ediləcək. Kompüterə aid bir ixtisas kolej bitirmişəm. 2023-cü ildə iş tapan vəsətilə 2024-cü ilin 4 mart tarixində Astara məşğulluq filialında qeydiyyata keçmişəm. Mənə deyilmişdi ki, sənə iş yoxdur. Müddət keçəndən sonra, yəni bir neçə gün keçəndən sonra gördüm zəng gəlmir. Lənkəran məşğulluq filialına müraciət elədim. Orada da dedi iş yoxdur.